Lütfüzadə həvəskarlar üçün 2026-cı il final turu 3-cü məsələyə baxaq. Masada 13 boşqabda müəyyən sayda alma var. İstənilən 2 boşqabdakı alma sayı 9-dan çox deyilsə, stolda ən çox neçə alma olar? Bu 9-dan çox deyilsə, o deməkdir ki, hər hansı ikisinin cəmi 9 ola bilər. 9 olmaya da bilər. Amma həm də ən çox istəyir. Deməli, biz burada istənilən 2 boşqabı çalışıb ya cəmini 8, ya da cəmini 9 eləməliyik. Məsələn, 2 dənəsini 5 götürmək olmaz. Çünki 2 dənə boşqabda hərəsində 5 alma olsa, onda elə bu ikisinin cəmi 10 eləyəcək. Amma bizdə deyir ki, 9-dan çox deyil. Deməli, bu hal mümkün deyil. Yalnız bir boşqabda 5 alma ola bilər. Qalanları isə 4-4 belə düzülməlidir. Ona görə də ən çox hal üçün biz 12 dənə boşqabı içinə 4 alma düşünməliyik. Bir dənəsini isə 5 alma. Bu da elədi 53 alma. Yəni, ən çox 53 alma var. Və sual olma bilər ki, niyə hökmən 5 olmalıdır? Bəlkə 8 qalanlarını 1 götürək. O halda 8-in üzərinə gələcək 12 vur 1. O da kiçik bir ədəd eləyəcək. Amma bizdən ən çox alma sayı istəyir. Ona görə də 5 və 4-lərdən istifadə eləməliyik.